Herkesi salamlayıram. İstirahət günü olmasına baxmayaraq bu zalın dolu olmasından problemin nə qədər əhəmiyyətli olduğunu hər kəs anlayır. E, Bizdən öncəki oturumlarda çox maraqlı, mürəkkəb süd vəzinin problemləri və onların rekonstruktiv əməliyyatları haqqında məlumatlar verildi. Və bir Dilgən doktor belə bir sunumuna pozitiv girişlə başladı ki, qadının süd vəzisindən müxtəlif sahələrdə faydalanmalar haqqında danışdı. Mən qeyd etmək istəyirəm ki, qadın süd vəzisindən faydalanan ən önəmli məxluq insan övladıdır. Bu baxımdan süd vəzisinin qadın sağlamlığında da önəmi böyükdür. İnsanın cəmiyyətdə insan kimi formalaşmasında da böyük rol oynayır. Onun qidalanması, həyatı süd vəzisindən asılıdır. Bu baxımdan mənim çıxışım digər istiqamətdə olacaq. Daha belə deyək, qadın ana olduğu dövrdə, zahlıq dövründə rastlaşdığı problemlər təbii ki, biz həkimlər tərəfindən də ilk öncə o problemin, temperaturun yüksəlməsi problemini süd vəzlərinin üstünə yıxmağa çalışırıq. Zahlıq dövrü qadın övlad dünyaya gətirdikdən sonraki 6-8 həftə dönəmi əhatə etsə də, qadın orqanizmində baş verə biləcək. Bu dövrdə önəmli yerlərdən biri infeksion ağırlaşmalardır. Çünki onlar da 6-8%-ə qədər statistik məlumatlar verir ki, bu da önəmli bir məlumatdır. Adətən qadının orqanizmində ilk doğumdan 24 saatdan sonra ilk 10 gündə ardıcıl olaraq 2 gün 38 dərəcədən yüksək temperaturun olması zahlıq dövrünün infeksion ağırlaşmasını göstərir. Bəs bu infeksion ağırlaşma nədən qaynaqlanır? Qadın uşaq dünyaya gətirəndən sonra qeyd etdiyim kimi süd əmələ gəlmə prosesi ilə əlaqələndirilə də bilir bu problem, amma başqa səbəblər də var. Bu səbəbləri diferensiasiya etmək üçün ardıcıl olaraq hansı problemlərlə rastlaşırıq, onlara toxunacağıq. İnfeksiyanın yaranma şəraiti məlumdur. Doğum əsnasında hansı yolla olur olsun bu doğum, yumşaq toxumaların tamlığının pozulması, hamiləlik dövründə bilirik ki, qadın orqanizmində immunitetin zəifləməsi baş verir və ən ağrılı yerimiz isə hər nə oldu, başımız belə ağrısa antibiotika müraciət edirik və bu da öz növbəsində ağır fəsadlar kimi özünü göstərir. Antibiotiklərə qarşı rezistentliyin azalmasına səbəb olur. Bu hallar da infeksion şəraiti yaradan hallardan biridir. Mərhələli şəkildə mən diferensiasiya üçün bu dövrdə niyə temperatur yüksəlir, süd vəzi ilə bunun əlaqəsi nədir, ard-arda qeyd edəcəm. Sazanov-Bartels təsnifatına görə bunu 4 mərhələyə bölürlər və qadın orqanizmində temperaturun yüksəlməsi, infeksion ağırlaşmaların yaranmasında da bu mərhələlərlə nozologiya özünü göstərir deyə buna müraciət etdim. Çünki birinci mərhələ doğum yarasının daxilində izolə olunmuş şəkildə olan infeksion ağırlaşmalar, metroendometritdir, aralıq tikişlərin irinləməsi, yara sahəsinin irinləməsi və artıq ikinci mərhələyə keçəndə o problem ətraf toxumalara yayılır, parametrik, salpingit, tromboflebit və s. Üçüncü mərhələdə isə peritonit, septik şok, progressivləşən tromboflebit və ən qorxduğumuz generalizə olunmuş infeksion sepsis mərhələsinə keçməkdir. Etiologiya üzərində dayanmayacağıq, bunu hər birimiz bilirik. Təbii ki, bu sunuma hazırlaşanda biz infeksion ağırlaşmalar haqqında müxtəlif ədəbiyyat məlumatlarını da araşdırdıq. Orada zahlıq dövründə infeksion ağırlaşmalara aid bir məqaləni diqqətinizə çatdırmaq istəyirəm. Xorioamnionit diaqnozu qoyulmuş hamilə qadınlarda doğuş üsulunun keyser yaxud təbii yolla olan doğumlardan sonra yeni doğulmuşlarda sepsisin təsirini araşdıran bir məqalə idi.
diqqətimi çəkməkdə məqsəd o idi ki, bilirik ki, günümüzdə keyser əməliyyatı ilə uşaq dünyaya gətirmək istəyi də artıb, statistikamız da yüksəlib. Amma bu məqalənin nəticəsinə görə keysəriyyə ilə doğuş edən qadınlarda, xüsusilə də anormal fetal vəziyyətə görə əməliyyat edilənlərdə sepsis riski daha yüksək olubdur və sepsislə əlaqəli olan, sepsisə meyilli olan döl üçün keyser ehtiyacının daha çox olması ilə də düz bunu əlaqələndiriblər. Və eyni zamanda ana üçün də keyser əməliyyatının infeksiyon riskinin artıq olması qeyd olunur. Bunun önəmini vurğulamaq istədim. Çünki indi həm estetik əməliyyatlara meylin artması, həm keysəriyyə əməliyyatlarına meylin artması sonda müəyyən bir fəsadlarla üzləşəndə o problemin daha da dərinləşməsi, çıxış yolunun tapılmasında mürəkkəb bir yönlərə əl atmağa səbəb olur. Qeyd edilən o abdominoplastika,lar labioplastikalar, sonradan rekonstruktiv əməliyyatlarda bizim əlimizi boşa çıxarda bilir. Eləcə də keyser əməliyyatları müxtəlif fəsadların ağırlaşmasına səbəb olur. Digər xorioamnionit hamiləlik dövründə olursa, onun növbəti zahlıq dövründə qadın orqanizmində endometrit kimi ağırlaşmasını, zahlıq ağırlaşmalarının 50%-i endometritdən irəli gəlir. Endometrit deyib üzərindən keçmək də düzgün deyil, çünki endometritdən sonra əgər onu vaxtında biz aşkarlamasaq, problem daha da artır və ilk 24 saat ərzində endometrit diaqnozunu qoymaq olur. Ona görə zahı qadında temperatur ilk sutkadan yüksəlməyə başlayıbsa, biz ilk öncə süd vəzində olan problemdən deyil də endometrit problemindən şübhələnməliyik və onun üzərində daha çox dayanmalıyıq. Bu önəmlidir. Klinik laborator təbii göstəricilər monitoring aparılmalı diaqnostika üçün ən əsası da zahı qadını doğum evindən evə yazarkən 3-cü, 5-ci sutkalara adətən təsadüf edir və o sutkalarda mütləq qadınları ultrases müayinəsindən ən azı keçirdirik ki, endometritin əlamətləri varsa, ki, slayddan nəzərinizə çatdırıram, üzərində durmuram. Onlar görülə bilir ultrases müayinəsi ilə və ən əsası da endometritin diaqnostikası müasir diaqnostik və müalicəvi prosedur olan gastroskopik prosedurlarda da aşkar oluna bilər. Müalicə üsulu kimi Loxinin uşaqlıq boşluğundan axınına şərait yaratmaqdan ibarətdir və müxtəlif antiseptik məhlulların vasitəsilə uşaqlıq boşluğunun instilyasiyası. Antibakterial terapiyada öz yerində infeksiyon dezintoksiksiyon terapiya ilə bərabər aparıla bilər və kompleks müalicəyə qanaxma yoxdursa geparinoterapiya, göbələk əleyhi müalicə, immun terapiya və qlukokortikoidlər də əlavə edilə bilər. Üzərində geniş dayanmayacağıq. Adekvat müalicə aparılmasına baxmayaraq 48 saatdan çox davam edirsə, bəzi klinisistlər bunu 3 günə qədər də gözləyə bilirlər. Əgər temperatur enmirsə, belə xəstələrdə onlara kiçik çanaq abseslərinin olması və kiçik çanaqda tromboflebit kimi digər səbəblərin araşdırılmasında faydalı olmağı göstərilir. Belə xəstələri biz KT müayinəsinə absesin dəqiqləşdirilməsi üçün göndəririk, amma kiçik tromboembolik, tromboflebit problemləri olarsa KT-də görünməyə də bilər, MRT-yə də ehtiyac duyula bilər. Qeyd etdiyimiz kimi yara nahiyəsinin irinləməsi, bu halla rastlaşanda təbii ki, yaranı açmaq, irin sahəni boşaltmaq lazımdır. Bu bizə müraciət edən bir neçə il öncə xəstəmiz idi. Regionlarımızdan birindən müraciət etmişdi. Keysəriyyə yarasının irinləməsi prosesindən sonra və yara öz-özünə bu cür açılmışdı. Müəyyən müalicələrdən sonra bir ay ərzində həmin bu yara açıldığı kimi də tamamilə qapandı, bərpa oldu. Zahlıq devrində digər ağırlaşmalardan, daha doğrusu infeksiyon ağırlaşmalara şərait yaradan patologiyalardan digəri də postpartum pielonefritdir. Bu problem də üstündən belə keçiriləsi problem deyil, çünki özündən sonra daha ciddi zahlıq devrinin infeksiyon ağırlaşmalarına səbəb olur.
Bir məqalənin nəticələrini sizin diqqətinizə burada çatdırıram. Əsas burada bu məqaləyə görə 32.850 pielonefritli hospitalizasiyası qeydə alınan Amerikada aparılan bir tədqiqatdır. Hamiləlik dövründə pielonefritin rastlanması 89%, postpartum dövrdə 2,4%, doğum zamanı isə 8,6% olmuşdur. Qadın xəstələnmə hallarına isə doğumdan sonraki pielonefrit 60%-ə qədər halda təsir göstərmişdir. Bu məqalənin nəticəsinə görə də zahlıq dövründə pielonefrit nadir hallarda baş versə də, baş verdikdə ağır maternal morbidik riskli hamiləlik və doğum dövrü ilə müqayisədə yüksəklik müşahidə olunub. Ona görə də əsasən də sepsisin daha tez-tez baş verməsi belə xəstələrdə çox olduğu üçün zahı qadınlarda pielonefriti ciddi təcili tibbi müdaxilə tələb edən və erkən diaqnoz müalicəsinin aparılması həyati əhəmiyyət daşıyan patologiya kimi görməliyik. Və nəhayət, bugünkü konqresimizin mövzusu olan süd vəzi xəstəliklərinə, yəni zahlıq dövrü mastitləri bizim sahədə daha çox önəm kəsb edir. Zahlıq dövrü mastiti etioloji faktor əlbəttə ki, laktostazdır. Döş gilələrində uşağı düzgün əmizdirmədikdə çatların yaranması, döş gilə inkişaf anomaliyaları, bilirik, yastı, içəri dartılmış gilələr və s. ola bilər və anamnezində irinli mastit keçiribsə, çapıq olubsa, orqanizmin immun müqavimətinin zəifləməsi zahlıq dövründə bu problemləri şərait yarada bilir. Son dönəmlərdə dəb halını almış süd vəzi plastik əməliyyatlarının bu etioloji faktorlar sırasına da daxil olunub. Hiper və hipolaktasiya, gigiyenaya riayət etməmə kimi hallar süd vəzində zahlıq dövrü mastitin yaranmasına səbəb ola bilər. Mastitin yaranma səbəbi 70-80% hallarda təbii ki, laktostaz olmasıdır və mastitin yaranma mərhələləri də önəm kəsb edir. İlk mərhələdə patoloji laktostaz, seroz mastitə keçmək və infiltrativ mastit, irinli mastit, infiltrativ irinli, absesləşən flegmatoz və qangrenoz mastitdir. Artıq mən deyə bilərəm ki, neçə illərdir biz bu son qeyd etdiyim ağırlaşma hallarına rastlaşmırıq. Çünki profilaktik tədbirlər ana südü ilə qidalanma təbliğatı geniş aparılır və uşaq dünyaya gələn kimi ana südü ilə qidalanmaya təşviq olunur, döşə qoyulur və mamalar, istər neonatoloji medsestralar, istər akuşerkalar tərəfindən zahlıq dövründə xanımlara təbliğat aparılır, süd vəzi ilə qidalandırma önərilir və izah olunur düzgün qaydada necə aparılmalıdır. Ən azından bizim müəssisədə bu icra olunur. Bu slaydda illər öncə şəxsi təcrübəmizdən olan mastitin ağırlaşmış forması ilə olan bir xanımın şəkillərini diqqətinizə çatdırdım. Artıq o gecikmiş mərhələdə olan evdən qayıdan xanımlardır. Təbii ki, xəstəxana şəraitində bu halların yaranması mümkün deyil. Laktostaz zamanı temperatur 39 dərəcə Selsiyaya bərabər olur ya ondan aşağı olmağa meyillidir. Əgər 2 ya 3 günlük subfebril temperaturdan sonra hərarət qəfil yüksəlirsə, səbəbi böyük ehtimal ki, laktostaz yox, digər adını sadaladığım, öncədən və adlarına toxunacağım növbəti infeksiyalar olacaq. Adətən biz antibakteriyal müalicəyə keçməmişdən qabaq sidiyin əkilməsini aparırıq. Sidiyi analizi, endometriumun əkilməsindən nadir halda istifadə edirik zahlıq dövrü infeksiyalarında. Çünki orada dəqiq nəticə almaq mümkün olmur çox zaman vaginal floranın qarışdığına görə. Laktostaz mərhələsində əgər biz bu xanımlara müdaxilə edə biliriksə, ağırlaşmaların qabağını vaxtında ala bilirik. Dediyimiz kimi südlə qidalandırma rejimini qaydaya salmaq, uşağı qidalandırdıqdan sonra qalan südün sağılması, boşaldılması, maye qəbulunu azaltmaq, kompreslərin təyin edilməsi və əgər bu deyilənlər effekt verməzsə, südün kəsilməsi yönündə mövcud olan preparatlarımızdan təyin etmək və infeksiyon prosesi varsa, bakterioloji müayinə əsasında seçim antibiotiki ilə müalicəyə başlaya bilərik.
Seroz seroz laktasyon mastitlər konservativ yolla bilirik müalicə olunur. İrinli mastitlər mütləq cərrahlara yönləndiririk, cərrahi müdaxilə tələb edir. Südün kəsilməsi həyata keçiririk. Anaerob törədicilər varsa, aşkarlanarsa xüsusi antibiotiklər, xüsusilə də metronidazol tərkibdə antibiotikləri təyin edirik. Əgər ilk 3 gün müddətində müalicə effekt verməzsə, laktasiyanı tamamilə dayandırırıq. Zahlıq dövrünün qeyd etdiyim digər ağırlaşmaları tromboflebitlərin yaranmasıdır. Önəmi odur ki, zahlıq dövründə tromboflebit nəticəsində temperaturun yüksəlməsi 2-3 həftədən sonraya adətən təsadüf edir və ətrafda ödemin olması, damar kələfi boyunca bərkimənin və ağrının olması ola bilir. Bu da şəxsi təcrübəmizdən olan bir pasiyentin nümunəsini diqqətinizə çatdırıram. Müalicə təsnifat, deməli, səthi venaların tromboflebiti, uşaqlıq venalarının tromboflebiti, kiçik çanaq venalarının və aşağı ətrafın dərin venalarının tromboflebiti ola bilər. Müalicədə təbii ki, ətrafa rahatlıq veririk, qarın aşağı hissəsinə buz qoyulur, bu o qədər də önəmli deyil, amma bunu da istifadə edirlər. Vena daxili infuziya belə xəstələrə məsləhət görmürük. Antibiotik və spazmolitiklər təyin olunur. Bəzi hallarda isə cərrahi müdaxilə, trombektomiyaya ehtiyac yarana bilir. Profilaktik məqsədlə əlbəttə ki, varikoz xəstəliyi olan xəstələr istər təbii doğuşa gedəndə, istər cərrahi doğuşa elastik corablardan profilaktik məqsədlə istifadə etməyi vacibdir. Zahlıq dövrünün digər infeksiyon ağırlaşmalarından olan artıq ətraf toxumalara yayılan proseslərdən parametritdir. Parametritin üzərində nəyə görə dayanıram? Çünki parametrit də zahlıq dövrünün 2-ci sutkasında temperaturun yüksəlməsi ilə özünü göstərir. Tromboflebit də, parametrit də. Amma süd vəzisi ilə əlaqəli olan oldu. Siz o qədər önəmli bir mövzudur ki, 15 dəqiqə buna heç cür sıxdırmaq alınmır, amma ən azından temperatura zahlarda süd vəzisi əgər erkən dövrlərində zahlığın baş verirsə, bu ağırlaşmalar 2-3-cü sutkadan sonra daha çox özlərini göstərirlər. Müalicələrin üzərində durmayacağım. Ən əsas zahlıq dövrünün ən qorxduğumuz ağırlaşmalarından biri də sepsisdir. Sepsis ana ölümü ilə nəticələnə bilən ağırlaşmalardan biridir. Sağ çıxsa belə qadın bu sepsisdən bəzi onlarda daha çox təcili müdaxilə olduqdan sonra, sağ çıxdıqdan sonra fiziki problemlərə qarşı və ən əsası da psixoloji qadında qalan problemlərə qarşı davamlı dəstək proqramlarına cəlb olunması ədəbiyyat məlumatlarında özünü göstərir. Bunların üzərində diaqnostika, müalicə və sair sepsisin üzərində durmayacağım. Əsas bizim məqsədimiz bu problemlərin, bu ağırlaşmaların qarşısını almaq üçün profilaktik tədbirləri görməyimizdir. Profilaktik tədbirlərdə əsas məsuliyyət düşür qadın məsləhətxanaları və ASEM-lərin üzərinə ki, hamilə qadınlarda ilk günlərdən bu problemləri aşkarlayıb, qarşısını alan tədbirlər görsünlər. Eyni zamanda doğum müəssisələrində aseptika, antiseptika qaydalarına riayət etmək və preventiv məqsədlərlə antibiotiklərdən deyil, antiseptik preparatlardan istifadə etməsinə üstünlük verməkdir. Diqqətinizə görə təşəkkür edirəm.